Eşidirsiniz məni? Eşidirsiniz məni? Səsim gəlir. Bəli, gəlir. Aha. Salam, hörmətli həmkarlar, hörmətli qoruq iştirakçıları, hörmətli məruzəçilər, hər birinizi salamlayıram, xoş gördük. Xəyal, səsim gəlməsi zəhmət olmasa deyərsən də. Başlaya bilərik. Başlaya bilərik tədbirimizə, Xəyal. Səsiz bağlayın. Tədbirimizə başlaya bilərik. Buyurun, başlayın. Deməli, bugünkü mövzumuz, seminarımızın bugünkü mövzusu Azərbaycan arxeologiyasında yeni elmi tədqiqatlar və perspektivlərdir. Mən istərdim ki, tədbirimizə başlamazdan öncə elə qısa da olsa, sözü qonaqlara verməmişdən öncə qısa da olsa məlumat verərdim giriş üçün. Sonra sözü digər hörmətli həmkarlarıma təqdim edərdim. Eşidilir Xəyal səs? Eşidilir, eşidilir. Aha. Deməli, seminara başlayarkən elə istəyərdim ki, arxeologiya elmi haqqında Ulu Öndər Heydər Əliyevin arxeologiyaya ayırdığı diqqət və qayğıdan stat gətirərdim. Tarixi və mədəni abidələrin qorunması xalqımızın milli mənəvi dəyərlərinə hörmətin ən başlıca ifadəsidir. Azərbaycanın zəngin qədim tarixi mədəni irsinin qorunması və öyrənməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə xüsusi diqqət mərkəzində hər zaman olmuşdur. Onun uzaqgörən siyasəti nəticəsində tarix, arxeologiya və mədəni irsin inkişafı mühafizəsi sayəsində mühüm işlər görülmüş, elmi tədqiqatların inkişafı üçün əlverişli şərait yaradılmışdır. Ulu Öndər Heydər Əliyev tarixi irsin xalqın milli kimliyinin əsas dayaqlarından biri olduğunu dəfələrlə vurğulayaraq demişdir. Xalqın milli sərvəti onun tarixi və mədəni irsidir. Bu irsi qorumaq hər bir vətəndaşın öhdəlindən düşən müqəddəs bir borcdur. Bu dəyərli fikir arxeologiya elminin mahiyyətini və cəmiyyət üçün əhəmiyyətini yüksək səviyyədə aydın şəkildə özündə ifadə etmişdir. Heydər Əliyevin təşəbbüsü və diqqəti sayəsində Azərbaycanın müxtəlif bölgələrində aparılan arxeoloji tədqiqat işləri, tarix və mədəniyyət abidələrinin mühafizəsi, onların gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu siyasət nəticəsində ölkəmizin qədim tarixini əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələri tədqiq olunmuş və elmi ictimaiyyətə təqdim olunmuşdur. Ulu Öndərin keçmişini bilməyən xalq gələcəyini düzgün qura bilməz fikri, tarix və arxeologiya elminin əhəmiyyətini olduğu şəkildə özündə əks etdirmişdir. Arxeoloji tədqiqatlar xalqımızın qədim köklərini, dövlətçilik ənənələrini və zəngin mədəniyyətini elmi faktlarla üzə çıxararaq milli yaddaşımızın möhkəmlənməsinə xidmət etmişdir. Bugün Azərbaycan arxeologiyası Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir və eyni zamanda işğaldan azad olunmuş ərazilərdə aparılan arxeoloji tədqiqat işləri, mədəni irsin bərpası ölkəmizin qədim tarixinin daha dərindən öyrənilməsi üçün böyük imkanlar yaradır. Müstəqillik dövründə formalaşdırılan dövlət siyasəti bugün də uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə arxeologiya elminin inkişafına, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda aparılan tədqiqatlara böyük, yüksək səviyyədə diqqət göstərilir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən arxeoloji araşdırmalar, tədqiqat işləri, qədim yaşayış məskənlərinin, dini, mədəni abidələrin və digər tarixi irsin nümunələrinin elmi cəhətdən öyrənilməsinə geniş şəkildə imkanlar açmışdır. Bugün Azərbaycan arxeoloqları beynəlxalq elmi layihələrdə fəal, yüksək səviyyədə inkişaf edir, iştirak edirlər və müasir texnologiyaların tətbiqi ilə yeni elmi nəticələr əldə edirlər.
Arxeologiya yalnız keçmişi öyrənən elm deyil, həm də milli yaddaşın, vətənpərvərlik ruhunun və mədəni irsin qorunmasına mühüm rol oynayır. Azərbaycan xalqının zəngin maddi mədəniyyət nümunələrinin irsinin üzə çıxarılması, dərindən və hərtərəfli öyrənilməsi üçün arxeologiya və etnoqrafiya sayəsində araşdırmaların müstəsna əhəmiyyəti vardır. Bu fikir cənab Prezident İlham Əliyevin 26 aprel 2012-ci ildə tarixli Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi texniki bazasının gücləndirilməsi haqqında sərəncamda yer almışdır. O cümlədən Göytəpə Neolit dövrü abidəsi ilə tanışlıq zamanı cənab Prezident Azərbaycanın qədim yaşayış məskənlərinin öyrənilməsinə və eyni zamanda beynəlxalq əməkdaşlıqla aparılan arxeoloji tədqiqatlara xüsusi diqqət yetirmişdir. Bugün Prezident İlham Əliyevin rəhbərliyi ilə və Ulu Öndərin müəyyən etdiyi strateji xətt uğurla inkişaf etdirilir, davam etdirilir. Qarabağ və Şərqi Zəngəzurda aparılan arxeoloji tədqiqatlar, tarix və mədəniyyət abidlərinin bərpası, yenilik, nəticələrin əldə olunması Azərbaycan arxeologiyasının inkişafında yeni mərhələlərin başlanğıcını özündə göstərir. Bu qədər hörmətli qonaqlarım və istərdim ki, mən sözü digər tədbir iştirakçılarına, qonaqlarına təqdim edərdim. Onlar da Azərbaycan arxeologiyasında, yəni Azərbaycanın hər bir rayonunda, bölgəsində aparılan tədqiqat işləri haqqında, əldə edilən maddi mədəniyyət nümunələri haqqında və onların tədqiqatlar nəticəsində əlbəttə ki, əməyi əvəzsizdir, müstəsnadır və həmin o dəyərli elmi məlumatları bizə təqdim etsinlər. Deməli, Məmmədov Arif Məhəmmədoğlu, Azərbaycan Milli Elmlər Akademiyası, Arxeologiya və Antropologiya İnstitutunun Azərbaycanın ilk orta əsrlər dövrü arxeologiyası şöbəsinin müdürü, tarix elmləri doktoru, professor. Arif müəllim, buyurun, burada sizə zəhmət olmasa sizi dinləyirik. Arif müəllim, burada sizə zəhmət olmasa buyurun. Arif müəllim, buyurun, sizi dinləyirik. Ola bilər Arif müəllim qoşula bilməyibdir. Mən onda sözü digər hörmətli həmkarımıza verərdim. Şamil müəllim, buradasınız siz? Nəcəfov Şamil müəllim. Bəli, Aynur xanım, buradayam. Buradasınız Şamil müəllim. Eşidirsiniz, bəli. Bəli. Deməli, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent. Buyurun Şamil müəllim, sizi dinləyirik, zəhmət olmasa. Çox sağ olun, minnətdaram söz verdiyinizə görə Aynur xanım. Hamınızı salamlayıram. Bütün toplantı işçilərine salamlarımı bildirirəm. Üzürlü sayın çox şəraitində ekspedisiya olduğum üçün bir qədər necə deyirlər, formala deyilik. Bizə Şamil müəllim, bizə çox xoşdur ki, siz həmin tədqiqat apardığınız ərazidə əyani şəkildə bizə tədqiqat işlərinizi, maddi mədəniyyət nümunələri haqqında məlumat verirsiniz. Siz üzürlü sayın ki, biz sizi narahat etdik, buyurun, zəhmət olmasa. Xoşdur, bizə də çox xoşdur. Çox skematik və prinsipal, eyni zamanda aktual bir mövzuya həsr olunub. Seminarın mövzusu, belə deyək ki, təbii ki, Azərbaycan ərazisində arxeoloji qazıntıların tək bir ünvanı vardır. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu. İnstitut fundamental elmi arxeoloji qazıntılar aparmaqdadır. Xüsusilə son illərdə Azərbaycanın qərb bölgəsində mən vurğulamaq istəyərdim ki, bu qazıntılarımız geniş vüsət almışdır. Aynur xanım, səsim eşidilirmi? Bəli, eşidir. Buyurun, müəllim, eşidir. Buyurun. Belə deyək ki, Gəncə Qazax ərazisində Azərbaycan arxeoloji abidələrin tədqiqi hələ keçən əsrin 50-ci, 60-cı illərindən başlamışdır. Xüsusilə müasir günümüzdə arxeoloji qazıntıların aparılmasında məqsəd ayrı-ayrı arxeoloji abidələrin tədqiqi ilə yanaşı, eyni zamanda problemli məsələlərin həllinə yönəlişdir. İbtidai icma cəmiyyətinin tarixinin öyrənilməsi, ilkin sinifli cəmiyyətin tarixinin öyrənilməsi,
sonra antik dövr, tunc dövrü, erkək abidələrin öyrənilməsi müəyyən problemli məsələlər üzərində, mövzu üzərində işlənir və bu sahədə də çox mühüm uğurlara atılmışdır. Mənim tədqiqatlarımın cəmləşdiyi əsas bölgə olaraq Azərbaycan qərb bölgəsində, Gəncə bölgəsində, tunc dövrü abidələri öyrənilməsində bu istiqamətdə mühüm yeniliklər əldə edilmişdir. Həmin bölgədə qısaca olaraq mən qeyd etmək istərdim ki, xüsusilə Qazax rayonu ərazisində Sarvantəpə, son tunc erkən dəmir dövrü yaşayış yerinin qazıntısı, Ağstafa rayonu ərazisində Yaslıtəpə erkən dəmir dövrü yaşayış yerinin qazıntısı çox maraqlı artefaktlar əldə edilmişdir. Azərbaycan arxeologiyasının xüsusilə son 10 illərdə qazandığı mühüm elmi yeniliklər siyahısına daxil edə bilərik. Artıq 2 ildir ki, biz Ağstafa rayonu ərazisində Ağalıqtəpə erkən dəmir dövrü yaşayış yerində Alman arxeoloqları ilə birlikdə Azərbaycan-Almaniya birgə arxeoloji ekspedisiyasını həyata keçirməkdəyik. Abidənin ərazisində təxminən 6 hektara yaxın bir ərazidə təpə üzərində yerləşən abidənin üzərində 300 kvadrat metrə yaxın bir sahədə arxeoloji qazıntı sahəsi keçirilmişdir. Qazıntılar zamanı bir çox maddi mədəniyyət nümunələri ilə yanaşı bizə maraqlı olan həmin dövrdə bölgənin əhali məskunlaşması ilə bağlı, tunc dövrünün sonu, erkən dəmir dövründə əhali məskunlaşması ilə bağlı çox tutarlı elmi dəlillər, elmi faktlar izləməyə imkan vermişdir. Paralel şəkildə aparılan arxeoloji qazıntılar gənc kadrların, necə deyirlər, bu sahələ yönəlməsində, birgə beynəlxalq elmi əməkdaşlığın qurulmasında çox faydalıdır. Bundan başqa mən qeyd etmək istərdim ki, Ağstafa rayonu ərazisində mənim həmkarım Bəxtiyar müəllimin apardığı Tavatəpə ərazisində uğurlu qazıntıları qeyd edə bilərik. Bu ərazidə də Azərbaycan İtaliya arxeoloqlarının birgə ekspedisiyası arxeologiya elminə öz töhfələrini verməkdədir. Və mən ən uğurlu layihələrdən biri olaraq Keşikçi Dağ Dövlət Tarix Mədəniyyət Qoruğunun təşəbbüsü və Mədəniyyət Nazirliyinin mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin sıx dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya Antropologiya İnstitutunun qoruq ərazisində apardığı kurqan qazıntılarına qeyd etmək istərdim. Yəni ki, bu qazıntıları qeyd etməmək mümkünsüzdür. Belə ki, yəni son illərin ən uğurlu layihələrindən biri hesab etmək olar. Davamlı olaraq həyata keçirilən qoruq ərazisindəki arxeoloji yay məktəbinə 1000-dən yuxarı hər il necə deyirlər, iştirakçı qoşulur. Onlar tələbələr, magistratlar, orta məktəb şagirdləri, bölgənin tarix muzeyinin əməkdaşları və orta məktəb tarix müəllimlərinə qədər zəngin auditoriya malik olan bir yay məktəbidir. Ərazidə kurqan qazıntıları həyata keçirilir. Kurqan qazıntıları bizə bölgədə müəyyən bir arealda kurqan mədəniyyətinin yayılması haqqında çox tutarlı elmi faktlar əldə etməyə, onları izləməyə imkan verir. İndiyə qədər apardığımız arxeoloji tədqiqatların nəticəsində olaraq Xocalı Gədəbəy arxeoloji mədəniyyətinə aid bu ərazidə zəngin kurqan qəbirləri aşkarlanmışdır. Lakin keçən ilki tədqiqatlarımız bu xronoloji bölgünü bir qədər də irəliyə aparmış oldu, qədimə aparmış oldu. Yəni, Orta Tunc dövrünə aid artıq bu ərazidə dəfnlərin mövcud olması ortaya çıxmış oldu. Mən auditoriyanın çoxluğunu nəzərə alaraq bir qədər qısa danışmaq istərdim. Hal-hazırda arxeoloji qazıntı apardığımız ərazi haqqında bir-iki cümlə də demək istərdim. Biz hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya Antropologiya İnstitutunun yeni tikinti sahələrinin arxeoloji tədqiqi istiqamətində həyata keçirdiyi bir layihənin iştirakçısıyıq. Gədəbəy rayonu ərazisində Xarxar Alban dövrü nekropoluna aid olan bir ərazidə arxeoloji qazıntı işlərini həyata keçirilir. Məqsəd Azərbaycan arxeologiyasının ən həssas məqamlarından biri olan Albanistikanın, Alban dövrü tarixşünaslığının və arxeologiyasının tədqiqi istiqamətində öz elmi araşdırmalarımızı ortaya qoymaqdır. Bu ərazidə çoxlu zəngin, necə deyirlər, qəbr abidələri vardır, unikallığına görə seçilir. Həmin ərazinin
arealını biz müəyyənləşdirmişik və artıq torpaq işlərini tamamlayıb qəbirlərin açılması prosesinə başlayacağıq. Ümid edirik ki, bu ərazidə xristianlığa qədərki Alban maddi mədəniyyəti izlərini və erkən xristianlıq dövrünün maddi mədəniyyət nümunələrini izləməyə imkan verəcəkdir. Mən bir qədər də görüntü vermək istəyirəm. Bilmirəm, görə bilirsiniz ərazini yoxsa yox. Bax, bu ərazidə biz... Görüntü görsənib. Bu ərazidə biz arxeoloji qazıntılarımızı həyata keçiririk. Arxeologiya Antropologiya İnstitutunun böyük tərkibdə ekspedisiya qrupu bu ərazidə çalışır. Məqsəd həm bu qəbirlərin strukturunu müəyyən etmək, dəfn adətlərini müəyyən etmək, daha sonra arxeoloji materiallar əldə edilərsə, arxeoloji materiallar üzərində işlər aparmaq və ən əsas məqamlardan biri olaraq antropoloji təhlilləri həyata keçirməkdən ibarət olacaq. Hələ ki, işimizin başlanğıcındayıq və ərazidə yaxın 1 ay, 2 ay müddətində arxeoloji tədqiqat işlərinin aparması planlaşdırılır. Çox sağ olun. Əgər sualınız varsa, böyük məmnuniyyətlə. Şamiləm, zəhmət olmasa Gədəbəydə soyuqlaq, yəni orada qanlar haqqında məlumat verərdiniz. Gədəbəy ərazisində ümumiyyətlə arxeoloji tədqiqat işləri uzun müddət aparılır. Xüsusilə keçən əsrin 70-ci, 80-cı illərdə bu ərazilərdə arxeoloji abidələrin qeydiyyata alınması istiqamətində kəşfiyyat işləri uğurlu aparılmışdır. Gədəbəy rayonu ərazisində siklopik tikililərin qeydiyyata alınması, bu istiqamətdə aparılan elmi tədqiqat işləri çox, necə deyirlər, təqdirə layiqdir. Xüsusilə son illərdə Gədəbəy Arxeoloji Ekspedisiyasının rəhbəri Tükəzban xanım Göyüşovanın apardığı arxeoloji tədqiqat işləri öz əhəmiyyətinə görə və samballığına görə seçilir. Xocalı Gədəbəy mədəniyyətinə aid olan daş qutu qəbirlərin öyrənilməsi, dəfinlərin müəyyən edilməsi və bu nekropolların əsasında yaşayış yerlərinin arealının müəyyənləşdirilməsi ən uğurlu, necə deyirlər, elmi araşdırmalardandır. Bu qədər Aynur xanım, eşidirsinizmi? Şamil müəllim, siz fikrinizi yekunlaşdırdınız? Səsim gəlir. Bəli, Aynur xanım. Yekunlaşdırdınız mənim fikrinizi? Bəli, Aynur xanım. Ola bilsin, biraz internet problemi var, üzrlü sayın.
Narahat olun. Çox sağ olun Şamil, bizə məlumat verdiyiniz üçün, yerli tədqiqatlar nəticəsində əyani şəkildə, eyni zamanda ərazini göstərdiniz, məlumatlandırdınız bizi. Çox sağ olun vaxt ayırdığınıza görə. Təşəkkür edirəm mənim. Çox sağ olun. Buyurun, siz sağ olun, minnətdaram. Çox sağ olun. Buyurun. İstədim mən növbəti qonağımıza təqdim elərdim sözünüzü. Qasımov Pərviz, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun Rəqəmsal İnkişaf və Süni İntellekt üzrə direktor müavini, tarix üzrə doktoru, dosent, arxeoloq. Pərviz müəllim, buyurun, zəhmət olmasa sizi dinləyirik burada sizə. Salam, mən təşəkkürümü bildirirəm Çox sağ olun. bu cür mötəbər tədbirə dəvət etdiyiniz üçün. Biz sizə Ümumiyyətlə, təşəkkür edirik. indi hal-hazırda bizdə institutda, belə desək, çöl tədqiqat mövsümünün ən qızğın vaxtıdır. Artıq 20-yədək arxeoloji ekspedisiya deməli fəaliyyət göstərir. Təqribən bir 5 ekspedisiya yayın əvvəlləri mövsümdə artıq öz fəaliyyətini başa vurub. Hal-hazırda 20-si fəaliyyət göstərir və təqribən də 20 arxeoloji ekspedisiyada qarşıda nəzərdə tutulub. Bundan əlavə burada Şamil müəllim bildirdi, hal-hazırda fəaliyyət göstərən beynəlxalq arxeoloji ekspedisiyaları. Əlavə olaraq bizdə qarşıda Azərbaycan, Yaponiya, əsasən Qarabağda Azıq deməli mağarası, bundan sonra Azərbaycan, Danimarka arxeoloji ekspedisiyası nəzərdə tutulub. Hal-hazırda Azərbaycan, ABŞ arxeoloji ekspedisiyası cənub rayonumuzda, bizim cənub rayonlarımızda fəaliyyətini başlamaqdadır. Yəni gördüyünüz kimi çox geniş bir spektri əhatə beynəlxalq əməkdaşlıq baxımından Azərbaycan arxeologiyasının bu ilki tədqiqat mövsümündə fəaliyyəti. Eyni zamanda da mən qeyd edim ki, institutda ilk növbədə müasir texnologiyaların tətbiqi baxımından perspektiv deməli hədəflər nəzərdə tutulub. Bunlardan ən bariz məsələ bu uzaqdan zondlama texnologiyalarının gətirilməsidir. Yəni Azərbaycanda elə güşələr var ki, təbii güşələr, ora arxeoloqların gedib kəşfiyyat keçirtməsi və sair bir sıra çətinliklərlə bağlıdır. Amma uzaqdan zond vasitəsilə zondlama deyirlər buna. Əsasən də PEK sisteminin göstəricilərinin təhlili və yaxud da ki, dronla skaner edilmə bizə çox mühüm nəticələr verə bilər. Həm maliyyə cəhətdən, həm fiziki çətinliklər baxımından bizə yardımlar göstərə bilər. Yəni ki, bizim işimizi asanlaşdırar. Yəni hazırda bu texnologiyaların əldə edilməsi və bizim əməkdaşların, xüsusilə də gənc əməkdaşların bu texnologiyaları yiyələnməsi istiqamətində addımlar atılır. O ilk addımlardan biri də bu ilin avqust ayında, yəni üzümüzə gələn qarşıdakı ayda əvvəlində Türkiyədən, İzmirdən olan Türkiyəli mütəxəssislərin keçirəcəyi ustad dərslərində əsasən lidar texnologiyalarının istifadə olunmasıdır. Bu da qazıntı sahəsinin topoqrafiyasının çıxarılması, bundan sonra qazıntı sahəsinin 3D modelinin hazırlanması. Bax, bu istiqamətdə bizim əsas, necə deyərlər, fəaliyyətimiz yönəlidir. Çünki hal-hazırda dünya üzrə belə desək, arxeologiyada yeni çağırılışlar var. Bu da
ilk növbədə yeni texnologiyalardan istifadə edilməsini nəzərdə tutur və bu baxımdan da biz necə deyərlər, dünyanın tələbindən geri qalmamalıyıq. Yəni bu texnologiyalar bizdə tətbiq olunmalıdır. Bizdə bu texnologiyalar əslində indiyə qədər də tətbiq olunub, amma nə zaman? Bu müştərək beynəlxalq elmi ekspedisiyalar zamanı əsasən bizim bu əcnəbi həmkarlarımızın özləri ilə gətirdiyi avadanlıqlar hesabına. Amma indi artıq biz də bu avadanlıqları özümüz mənimsəməliyik, özümüz onlardan istifadə etməliyik və beynəlxalq tələblərə cavab verən artıq müasir yöndə tədqiqatları, necə deyirlər, bu səviyyəyə yüksəltməliyik. Bax, indi hal-hazırda institutun qarşısında duran əsas məsələlərdən, vəzifələrdən də biri budur. Yəni ki, müasir texnologiyaların arxeoloji tədqiqatda və antropoloji tədqiqatda, bioantropoloji tədqiqatlarda tətbiqi. Məncə qarşıdakı illərdə artıq AME Arxeologiya və Antropologiya İnstitutu qarşısına qoyduğu bu vəzifənin də öhdəsindən gələcəkdir. Təşəkkür edirəm. Pərviz müəllim, mən bildiyim qədər siz Qarabağın aslında tədqiqat işlərində olmusunuz və qazıntılarda iştirak etmisiniz. Bax, orada enolit, neolit, mezolit dövrünə, orta əsrlər dövrünə aid olan hansı maddi nümunələri əldə olunubdur? Zəhmət olmasa və qısa da olsa çox maraqlı olardı mənə. Siz tədqiqatlarda iştirak etmişsiniz bildiyim qədər orada, səhv etmirəmsə. Deməli, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bizim şanlı Azərbaycan ordumuz torpaqlarımızı düşmən istilasına azad edəndən sonra digər sahələrdə olduğu kimi arxeoloji tədqiqatlar sahəsi üzrə də azad olunmuş ərazilərdə işlər başladı və o ilk işlər içərisində mən deyərdim ki, Ağdam şəhərinin düz yaxınlığında yerləşmiş. İndi hal-hazırda elə demək olar ki, Ağdamın özündə yerləşmiş. Çünki Ağdam çox güclü indi artıq tikirlər gedir. Bu Üzərliktəpə abidəsidir. Orta Tunc dövrünün son mərhələsinə aid. Hələ ki, indi bizdə radiokarbon analizləri var. Hələ ki, biz Orta Tuncun son mərhələsi səviyyəsindəyik. İndi ola bilsin ki, Orta Tuncun orta mərhələsində o abidənin tədqiqatlarında var. Onun tədqiqatı başlanıldı. Özümün iştirak elədiyim ikinci tədqiqat bu erməni işğalçıları tərəfindən dağıdılmış demək, İmarət saray kompleksi olmuşdu. İndi hal-hazırda İmarət saray kompleksi bərpa olunub. Çox gözəl bir deməli, muzey sərgi kompleksinə çevrilib. Biz orada əsasən dağıdılmış müsəlman qəbirlərinin, yerlərinin müəyyən edilməsi, sayının müəyyən edilməsi ilə və erməni vandalizminin törətdiyi vəhşilik nümunələrində belə desək, aktlaşdırmaqla məşğul idi. İndi hal-hazırda Azərbaycan Respublikası Elm Fondunun müsabiqəsi çərçivəsində İmarət kompleksinin tarixinə aid və İmarət kompleksində demək, işğal zamanı erməni işğalçılarının törətdiyi vəhşilikləri əks etdirən tədqiqat əsəri hazırlanmaqdadır. Bundan sonra eyni zamanda biz Qarabağ ərazisində Əsgəran qalası məsələsindən sonra Şahbulaq abidələr kompleksində
çalışmışıq mən bu istiqamətdə. Eyni zamanda mən göstərə bilərəm ki, Qarabağ ərazisində hələ bu təkcə mənim özümün təcrübəmdən, amma indi digər bizim əməkdaşlarımız da orada tədqiqatlar aparır. Məsələn, Şamil müəllim Xocalı nekropolunda, məşhur Xocalı nekropolunda qazıntılar aparır. Hal-hazırda Təvəkkül müəllimin rəhbərliyi altında o həm Şahbulaq kompleksini tədqiq edir, həm də eyni zamanda Şuşa, Xankəndi kəşfiyyat deməli arxeoloji qrupunun başında durur. Onlar hal-hazırda tədqiqatlar aparırlar. Sonra Arif Məmmədovun rəhbərliyi altında arxeoloji ekspedisiya Zəngilan rayonu ərazisində Şəhri Şərifan abidəsində tədqiqatlar aparır. Yəni tədqiqat istiqamətləri çoxdur. Mən üzr istəyirəm, ola bilsin ki, burada bəzi yaddan çıxıb bizim əməkdaşların adı və nəhayət xüsusi bir məsələni də qeyd edeyim ki, bizim məhkəmə arxeologiyası şöbəsinin apardığı tədqiqatlardır. O da müvafiq dövlət orqanları ilə bir yerdə itkin və əsir düşmüş soydaşlarımızın identifikasiya edilməsində iştirak edirlər. Aydındır Fəriz müəllim. Mən bilən üzərik səfərini də siz tədqiqat aparmısınız da, bildiyim qədər siz mənim konferansımda iştirak edəndə çöldən baxıb götürmüşdü eyni şəkildə. Aydındır Fəriz müəllim. Çox sağ olun doğru məlumatınıza görə. Təşəkkür edirik. Vaxtı ayırıb qoşulduğunuza görə çox sağ olun. Mən təşəkkür edirəm. Və istərdim ki, sözü növbəti qonağımıza Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Xəzər Universitetinin Tarix və Arxeologiya Departamentinin müəllimi Məmmədov Yaqub müəllimə təqdim edərdim. Yaqub müəllim, buradasınızsa buyurun, sizi dinləyirik, zəhmət olmasa. Salam, eşidirsiniz də? Bəli, Yaqub müəllim, xoş gördük, salam. Salam Aynur xanım, hörmətli seminar iştirakçıları, qoruq əməkdaşları, hər kəs salamlayıram. Məndən öncə çıxış edən yoldaşlara təşəkkür edirəm. Biz, yəni, konferansın temasına, mövzusuna uyğun olaraq ki, son arxeoloji tədqiqatlarla bağlı əslində bir çox məsələlərdən danışmaq mümkündür. Xüsusilə də Pərviz müəllimin qeyd elədiyi kimi, işğaldan azad olmuş ərazilərdə geniş miqyaslı arxeoloji tədqiqatlar aparılır ki, hansı ki, bu tədqiqatlar 2020-ci ildən başlanmışdır və 2023-cü ildən biz də bu tədqiqatların iştirakçısıyıq. Bir neçə, belə deyək ki, əslində mən Damcılı mağarasında aparılan tədqiqatlardan danışacaqdım, amma qərara gəldim ki, elə Tağlar mağarasında aparılan tədqiqatlardan sizə məlumat verim. 2023-cü ildə biz burada arxeoloji tədqiqatlara başlamışıq əslində və geniş miqyaslı tədqiqatlar 2024-cü ildən başlanmışdır. Azərbaycan-Yaponiya birgə arxeoloji ekspedisiyası bu ərazidə tədqiqat aparır. Yaxınlıqda bildiyiniz kimi Azıq mağarasında yerləşir. Biz Azıq mağarasında... Qazax rayonunda da mənim oradan tədqiqat aparmışsınız siz? Yox, indi sizə Xocavənd rayonunda biz apardığımız tədqiqatları da göstərirəm. Damcılı mağarasından danışacaqdım, onu indi növbəti dəfələrdə danışaram. İndi Tağlar mağarasında mövzuya uyğun hazırda bizim tədqiqatlarımız burada davam edir ki, bu ilki tədqiqatlarımız qısa müddətdə başlayacaqdır. Biz indi Qarabağ ərazisində arxeoloji kəşfiyyat işləri aparırıq, hörmətli Azad müəllimizə yanılma bir yerdə. Bu ayın sonlarından yenidən Tağlar mağarasında tədqiqatlarımız bərpa olunacaqdır. Bildiyiniz kimi, Tağlar mağarası 1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən qeydə alınmışdı, Azıq mağarasından bir yerdə. Azıq mağarasında tədqiqatlar 1960-cı ildə başlanmışdı, amma Tağlar mağarasında bundan bir qədər sonra gördüyünüz kimi cəmi 3 kilometrə yaxın ara məsafəsi var, amma bu, belə deyilsə, fəza məsafəsidir. Piyada olaraq burada təxminən bir saata qədər bir məsafə var, dağlıq ərazi olduğuna görə gedib çıxmaq. 1964-cü ildə Tağlar mağarasında arxeoloji tədqiqatlara başlanmışdır. Məmmədəli Hüseynov rəhbərliyindən ta 1986-cı ilə qədər burada tədqiqatlar aparılıbdır və sadəcə mərhələli şəkildə aparılıb. Yəni 24 illərində burada davamlı deyil.
biz hesabatlarla tanış olduqda görürük ki, burada təxminən 12 il məsafə zamanla tədqiqat aparıb. Siz hazırda bu fotolarda həmin o ilkin dövrlərdəki tədqiqatları görürsünüz. Ola bilsin ki, bəlkə hansısa konferans iştirakçıları olmayıb həmin ərazilərdə. Tədqiqatları Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya Antropologiya İnstitutunun aparıcı elm işçisi Azərbaycan tərəfindən Azad müəllim Zeynalov rəhbərlik edir. Mən eyni zamanda Ülviyə xanım Səfərova bu tədqiqatların iştirakçısıdır. Yaponiya tərəfindən isə geniş bir tədqiqat qrupu iştirak edir və gördüyünüz kimi Məmməd Əmin Hüseynov rəhbərlik edib. Mağaranın girişi həmin dövrdə sadəcə bu hündürlükdə olub, 1-2 metr belə deyək ki, təşkil edirdi. Amma geniş tədqiqatlar davam etdiyi bir dövrdə 70 kvadrata yaxın bu geniş bir hissəsi arxeoloji tədqiqat aparılıbdır. Eyni zamanda yaxın ərazilərdə də kəşfiyyatlar aparılıb, belə mağara düşərgələr qeydə alınıb. Ümumilikdə 66 mindən artıq burada nümunə qeydə alınmışdı həmin dövrdə. Amma məsələ ondaydı ki, bu həmin dövrün imkanlarına uyğun olaraq heç bir mütləq yaşın müəyyənləşdirilməsi üçün belə deyək ki, addımlar atılmamışdı. Əldə olunan tarixlər texniki tipoloji üsullara görə müəyyən olunmuşdu və hesab olunurdu ki, burada Neandertal tipli insanlar təxminən 100 min il əvvəl yaşamışdı və ümumiyyətlə Azərbaycan tarixşünaslığında belə götürülür ki, orta paleolitin başlanması 100 min ildir. Yəni də bu texniki tipoloji üsullara əsasən belə deyilirdi və hazırda siz bu təqdimatda iti uzuvları, qaşıqları, yəni levalla tipli alətlər görürsünüz ki, hansı ki bunlar orta paleolit dövrü üçün xas idi. Ümumilikdə orada qeydə alınmışdı 4 bu təbəqə ki, o təbəqələrin üst təbəqəsində, yəni birinci təbəqəsində düşünürdü ki, bu orta əsrlər və digər dövrlərə aiddir, bu birinci hissədə, gördüyünüz hissədə. Sonraki həmin dövrdə bura ikinci təbəqə də orta paleolit kimi göstərilsə də, sonradan tədqiqatlarda Əsədullah müəllim tərəfindən üst paleolit kimi göstərilmişdi. Və yəni bizim burada tədqiqat apardığımız dövrdə belə bir vəzifələr qarşımızdaydı. Birinci növbədə biz ümid eləyirdik ki, tam olaraq bura dağıdılmayıbdı və şükür ki, bəzi divar hissələri qalmışdı və bu şərq divarında biz burada tədqiqatımızı apara bildik. Siz mağaranın görünüşünü görürsünüz. Çox təəssüf ki, bu mağarada da təbii ki, uzun müddət Azıq mağarasında Ermənistan hökumətinin təşkilatçılığının qeyri-qanuni tədqiqatlar aparılmışdı və bu yazını biz divarda aşkarladıq ki, məlum oldu ki, 2019-cu ildə çox qəribədir ki, onların tədqiqat apardığı dövrdə biz eyni günlərdə bir neçə il sonra həmin mağaraya 24-cü ildə qayıda bilmişdik. Yəni, bir il müddətində bunlar orada qeyri-qanuni arxeoloji tədqiqat aparmışdılar və bizim bu başladığımız dövrdə bu həmin içəri gördüyünüz quruluş bu vəziyyətdə idi, dağıdılmış və çox belə həm təbiətin təsirinə məruz qalmışdı, həm də insan faktorları nəticəsində dağılmışdı. İlkin ölçü və çəki işləri apardıqdan sonra biz arxeoloji tədqiqatlara başladıq. Aparılmış tədqiqatlar müasir arxeologiya elminin qarşısında qoyduğu bütün tələblərə müvafiq şəkildə aparılır. Bütün laborator imkanlar və eyni zamanda sahə çalışmaları həyata keçirilir. Gördüyünüz kimi biz istər hava şəraitinin nasıl olmayaraq, yağışda, gündə və s. götürmüş bütün torpaq nümunələri ələnir və ən xırda nümunələr belə buradan seçilir. Dron çəkilişləri həyata keçirilir və mağaranın içərisində geniş elmi heyət işləyir. İstər Azərbaycan tərəfdən, istər də Yaponiya tərəfdən. Siz hazırda bu mağaranın şərq, mən sizə dediyim divarını ki, görürsünüz. Burada müəyyən olundu ki, təxminən 7 metr hündürlüyündə, 4 metrində bu divar tam bütöv şəkildə qalmışdır. Biz birinci il sadəcə təmizlənməni həyata keçirdik, stratigrafiyasını müəyyən elədik və ikinci ildə artıq 2025-ci ildə geniş şəkildə gördüyünüz divar boyunca kvadratları müəyyən eləyərək biz arxeoloji tədqiqatlarımızı həyata keçirdik və burada çox maraqlı arxeoloji yeni bir nəticələr əldə olundu. Bu fotolarda gördüyünüz nümunələr hansı ki, görürsünüz, divara bir boru şəklində sancılır. Bu mütləq yaşın müəyyən olunması üçün tədbirlərdir. Bu elmdə OSL üsulu adlanır, optik stimullaşdırma üsulu ki, bu yəni sonuncu dəfə günəş şüasının düşməsi ilə mütləq yaşın müəyyən olunmasıdır. Bildiyiniz kimi radiokarbon
nəticələri təxminən 50.000 il əvvələ qədər nəticələri bizə dəqiq şəkildə müəyyənləşdirməyə imkan verir. Amma paleolit dövrü, yəni üst paleolit istisna olmaqla artıq orta paleolit mərhələsində radiokarbon üsulu etibarlı bir nümunə deyil bizim üçün. Ona görə 100.000 milyon illərə qədər daha dəqiq nəticə verən üsullardan istifadə edirik ki, bu da OSEAL üsuludur. Götürülmüş nümunələrin təhlili Tokyo Universitetinin laboratoriyasında aparılır və burada biz birinci ili belə bir neçə nümunə götürmüşdük. Çox mühüm elmi nəticələr bizə verdi. Yuxarıda qeyd edildiyim kimi düşünülürdü ki, bu 100.000 il, yəni orta paleolitin başlanması Azərbaycan arasında 100.000 ildir. Hələ ki, belə deyək ki, ilkin gəldiyimiz nəticələrin bunun ən azı 40.000 il daha qədim olduğunu göstərir. Təbii ki, biz əsaslı fikirlərimizi nəşrlərdən sonra qeyd edəcəyik. Hələ ki, yəni bunu geniş şəkildə yaymırıq və bu istər Azərbaycanın orta paleolitin xronoloji çərçivəsinin dəyişdirilməsinə, eyni zamanda mağaranın yaşının, mütləq yaşının daha böyük bir rəqəmlərlə ifadə olunmasına, eyni zamanda burada Neandertal tipli insanların ən azı 100.000 il həyatlarını davam etdirməyə imkan verdiyini göstərir. Bu mədəni təbəqənin hündürlüyü 6 metrdir. 6 metr nə deməkdir? Yəni 6 metr təxminən 140.000-dən götürsək, 40.000 il əvvələcəyə qədər ən azı 100.000 il ərzində insanlar mütəmadi şəkildə gedib gəlmə vəziyyətindən buradan istifadə eləmişdilər. Sadəcə xatırladım ki, Qafqaz ərazisində 6 metr mədəni təbəqəyə malik heç bir orta paleolit mağarası yoxdur. Yəni bizim Daşsalahlı mağarasında misal üçün 20-30 santıdır bu. Digərlərində 30-40 santıdır. Yəni çox zəngin bizə bu belə deyək ki, materiallar təqdim edəcək və Neandertal tipli insanların istər miqrasiyası, istər təkamülünü öyrənməsində çox böyük əhəmiyyətə malik bir nöqtə olacaqdır. Xüsusilə bu hissədə biz ötən il tədqiqat apardıq. Bu mağaranın zamanında düşmüş qabaq hissəsi, yəni ucusundakı hissə əslində burada yol görürsünüz. Bu yol mağaranın qarşısıdır, yəni kişidir. Çox təəssüf ki, bu Sovet dövründə doldurulubdur və buradan yol salınır. Bunun altında da mədəni təbəqə var. Biz növbəti illərdə qarşı hissəyə qədər genişləndirdik ki, yolun altında qalacaq. Çünki artıq mağaranın qarşısından yeni 2 yol çəkilib ki, bu Zəfər yoludur və indiki Şuşa magistral yolda ödənişli yol. Və bu hissədə xüsusilə də bu gördüyünüz F15 və 17 hissələrdə qazılmış hissələr çox maraqlı oldu. Yəni 6 təbəqə ki, qeyd olunurdu. Artıq bu hissələrdə yeni təbəqələrin olması üzə çıxır və yəqin yerinə gedəcəkdir və olan halda biz bəlkə də daha dəqiq və daha belə deyək ki, qədim hissələri aşkarlayacağıq. Bu gördüyünüz yeni aşkar olmuş hissələrdən götürülmüş nümunələrin nəticələri bizə növbəti ildə müəyyən belə deyək ki, məlumat verəcək. Və bu şəkildə əslində mən təsadüfən sizə göstərmirəm. Azad müəllimin burada əlinin işarə elədiyi hissə çox bizim üçün əhəmiyyətlidir ki, ötən ilki tədqiqatlarda biz Azıq mağarasında bildiyimiz kimi 1968-ci ildə Homo heidelbergli insanın qalığı at-çənə sümüyü aşkar olmuşdu. Ondan bəri heç bir paleoantropoloji nümunə aşkar olunmamışdı. Bu qeyd elədiyi hissədə, göstərdiyi hissədə ötən il Neandertal tipli insanın bir qalığı, diş qalığı aşkar olundu ki, yenə də onun biz nəşrlərdən sonra geniş şəkildə biz sizə yəni elmi ictimaiyyətə məlumat verəcəyik. Bizim son illərdəki tədqiqatlarımızda əldə olunmuş nümunələri görürsünüz. Yəni təbii ki, bu Levalla tipli tuzludur, qaşovdur və digər nümunələr və daha Levalladan qədim forma, yəni erkən orta paleolit dövrünə aid nümunələri də aşkar eləmişik ki, hansı ki, alt təbəqədəki belə deyək ki, nümunələrdir və institut rəhbəri tərəfindən, hörmətli Fərad müəllim tərəfindən bizi davamlı olaraq dövlət rəhbərlikləri ziyarət olunur, aparılmış tədqiqatlarla maraqlanırlar. Bu il Akademiya prezidenti hörmətli İsa müəllim də ABD-yə belə deyək ki, səfəri nəzərdə tutulubdur. Tədqiqatlar başa çatandan sonra bu şəkildə mümkün qədər konservasiya eləyirik ki, bu bizim təbəqələr zərər dəyməsin, heç olmasa müəyyən qədər. Təbii ki, tam qorumaq mümkün deyil. Açıq havanın təsirləri mümkündür. Tədqiqat başa çatandan sonra biz hörmətli həmkarım və xanımla birgə
kameral işlənməsini həyata keçiririk. Təbii ki, bizim ekspedisiyanın üzvləri geniş təcrübə malikdir. Bizimlə paleozologlar, xüsusilə Yaponiya tərəfindən iştirak edir və həmin heyvan sümüklərinin mənsubiyyət məsələsi üzərində də geniş tədqiqatlar aparılır. Son olaraq deyim ki, bu yeni çəkilən bu zəfər yolu ödənişli yoldur və onun yaxınlığından da bu şəkildə mağaraya çıxmaq üçün imkanlar yaradılıb ki, gələcəkdə turistik məsləhətindən burada nəqliyyatı saxlayaraq bu piyadalar üçün nəzərdə tutmuş hissələrlə mağaraya qalxmaq və mağaralarla tanış olmaq olar. Mağaranın elmi ictimaiyyətə çatdırılması istiqamətində geniş işlər aparırıq. Bu 2 il ərzində təxminən 8 nəşrimiz işıq üzü görübdür və hazırda da yeni bir belə deyək ki, mütləq yaşla bağlı məqalənin üzərində tədqiqat aparırıq və sonunda bizim elmi heyətimizdir və ümid edirik ki, bu ilki tədqiqatlarımız da yeni nəticələrlə bizi sevindirəcək. Biz də bu haqda sizə məlumat verəcəm. Çox vaxtınızı almaq istəmirəm, qısa şəkildə məlumat verməyə çalışdım. Növbəti belə deyək ki, seminarlarda mən sizə Damcılı, eyni zamanda bizim Keşisi dağ və digər ərazilərdə apardığımız tədqiqatlarla geniş şəkildə məlumat verərəm. Mən 2011-ci ildən etibarən Qərb bölgəsində aparılan tədqiqatların iştirakçısıyam. Onu da qeyd edeyim ki, elə bu müddətdə də bizim əsasən işlərimiz Azərbaycan-Yaponiya birgə tədqiqatlarla bağlı. Qısa şəkildə deyim ki, 2016-cı ildən 23-cü ilə qədər Damcılı mağarasında biz birgə tədqiqatlar apardıq. Ondan sonra Tağlar mağarasını davam elətdiririk. Ondan əvvəl də Göytəpə qədim yaşayış yerində, eləcə də Hacı Əmimxanlı Təpə yaşayış yerində bizim birgə tədqiqatlarımız olmuşdu. Tədqiqatların nəticələri elmi monoqrafiya şəkillərində nəşr olunub. Xüsusilə də Damcılı ilə bağlı nəşrimiz İngiltərədə nəşr olundu, yayımlandı. Ondan əvvəl də Göytəpə ilə bağlı Almaniyada, eyni zamanda İngiltərədə Hacı Əlimxanlı Təpə ilə bağlı ayrıca monoqrafiyalar yayılmışdı. Hazırda, yəni xüsusilə bu müddətə qədər biz bir neçə ay öncə qədər belə deyək ki, Keşisi dağ ərazisində tədqiqatlar apardıq ötən aylarda və orada da mühüm nəticələrimiz var. Təbii ki, qısa müddətdə biz hamısını çatdıra bilmərik bildirmək üçün. İnşallah növbəti çıxışlarımızda bunlar haqqında da sizə məlumat verərəm. Sağ olun. Çox sağ olun Yaqub müəllim. Deməli, mağarada ilk əvvəl tədqiqat işləri aparılıb da yəqin ki, əvvəlki dövrlərdə də Tağlarla mı? Tağlar mağarasında, bəli. Tağlar mağarasında, bəli, 1964-cü ildən 1986-cı ilə qədər arxeoloji tədqiqat aparılıb. Bu mağaranın girişi bu şəkildə gördüyünüz kimi burada da verilibdir. Yəni giriləndə mağara təxminən 1,5 hündürlüyündə olubdur. Bu içəri gördüyünüz bütün boşluq tədqiqat nəticəsində aşkar olunub və tədqiq olunubdur. Və sadəcə bu yuxarıda mən sizə vermişdim, şərq divarında ki, bir hissə qalıbdır, öyrənilməmiş. Biz o hissədə tədqiqat aparıb bu divarda. Gördüyünüz bütün bu boşluğun hamısı həmin tədqiqatlar çərçivəsində aparılıb. Sadəcə bu Sovet dövrü aparılmış tədqiqatların indiki fərqli olan ibarətdir ki, biz bəzən 200 kvadrat ərazidə bir tədqiqat aparırıq. Amma Sovet dövrü daha sürətli bir, belə deyək ki, qazıntı işləri aparıblar. Bir neçə kvadratlıq ərazini bir aya təmizləyirdilər. Orada ələmək və digər üsullar az istifadə olunurdu. Nəticədə o xırda, belə deyək, qəlpələrdir, daşların qopuqlarıdır. Bəzən də elə paleoantropoloji nümunələr gözdən yayına bilir. Amma indi bir vedrə belə torpaq ələnməmiş atılmır. Yəni bu da bizə xırda, belə deyək ki, nümunələri də, bu çox statistik məlumatlar da bizim üçün önəmlidir ki, həmin təbəqədəki fauna qalıqlarının sayı olsun, o ki, daş alətlərin qırıqlarının sayı olur, yaxud da ki, belə ələmək prosesində biz bir gün belə Neandertalın qalığını aşkar eləyə bildik. Yəni bu gözlə görünən bir məsələ deyil. Sadəcə biz saatlarla bu ələməni həyata keçiririk. Bu sahədə apardığımız əsas işlərdən biridir. Yəni torpaq da burada qazıntısı lapatka küləklə falan aparılmır. Ən yaxşı halda skribovçi 8-dir, bir qədər 5-dir. Yəni santı qazılır ki, heç bir belə deyək ki, məsələ gözdən yayılmasın.
Əlbəttə ki, Yaqub müəllim, bir il ərzində aparılan qazıntı və ya bir ay ərzində aparılan müqayisə baxımından əlbəttə elmi nəticələri daha çoxdur, yüksək səviyyədədir bir il ərzində apardığınız tədqiqatların. Yəni onların dəlilliyinə əsasən xırdalıqları qeyd edirsiniz orada. Çox sağ olun, bəli. Belə başa düşdüm, deməli, Tağlar mağarası nəinki Azərbaycanda, eyni zamanda Qafqazın ön Asiyaya da onun tarixinin öyrənilməsinə böyük töhfələr verilmişdir. Yəni, Bəli. Tağlar mağarası Neandertal tipli insanların bəli, orada maddi miqrasiyası, mədəniyyət nümunələrinin aşkarlanması Neandertal insanın orta paleolit dövrünə məxsus olduğunu bildirir də. bəli, Neandertal tipli insanların yayılması, yəni Asiyaya yayılması, hansı istiqamətdə yayılması hazırda əsas elmi problemlərdən biridir və bizim burada birgə tədqiqatların məqsədi onun tədqiqindən ibarətdir və bu tədqiqatların nəticəsi əsasən ona hesablanıbdır. Biz sadəcə hər hansı bir alətlərin təsvirini vermək məqsədi daşımırıq, yaxud nəyisə tapmaq məqsədi tabii. Böyük bir elmi problemin həllinə fokuslanmış tədqiqat aparırıq ərazidə. Bəli, aydındır. Çox sağ olun Yaqub müəllim, geniş və ətraflı şəkildə Sağ olun, məlumat təşəkkür verdiyinizə edirəm. görə təşəkkür edirəm sizə. Çox sağ olun Sağ vaxt ayırdığınıza görə. Buyurun, sağ olun. Və Uğurlu. istərdim ki, sözü çox sağ olun, növbəti qonağımıza təqdim edərdim. Həsənov Vüsal, Arxeologiya və Antropologiya İnstitutu Fiziki Antropologiya Laboratoriyası müdürü. Vüsal müəllim, buradasınız, zəhmət olmasa buyurun, sizi dinləyirik. Vüsal müəllim, zəhmət olmasa mikrofonu açardınız, xahiş edirəm. Eşidilir səsi? Bəli, bəli, eşidir, buyurun. Aha, salamlayıram hər kəsi. Aynur xanım, sizə təşəkkür edirəm dəvət üçün. Sağ olun, sağ olun. Bu ərazidəyik, bura biraz küləklidir. Elə bugün qazıntılardan birinə qatılmışam. Yəqin ki, eşidirsiniz məni. Bəli, siz Goranboydasınız hal-hazırda qazıntılarda. Bəli, Goranboydayam. Biz neçə illərdir burada Goranboyun Tatarlı kənd ərazisində arxeoloq Müzəffər Söyünovun rəhbərliyi ilə həm göl yeri, yaşayış yeri, həm də son Tunç Erkən Dəmir dövrü Muncuqlu Təpə nekropolu var. Orada tədqiqatlar aparırıq. Muncuqlu Təpədə, bəli, aydındır. Bəli. Burada bizim hörmətli arxeoloqlar görmək də xoş oldu, onları dinləmək də xoş oldu. Düzdür, çox vaxt bir yerdə oluruq, koridorlarda, amma buradan dinləmək tamam fərqlidir. O ki, qaldı, mən çox danışmayacağım. Həm buradakı şərait biraz imkan vermir. Həm də ki, bizim hörmətli arxeoloqlar arxeologiya, bugünkü aparılan tədqiqatlar, yeniliklər haqqında kifayət qədər dolğun məlumat verdilər. Antropoloji tədqiqatlardan danışacağım. Bilirsiniz ki, arxeologiya belədir ki, antropologiyasız arxeologiya yoxdur. Antropologiya özü çox şaxəli bir elm sahəsidir. Onun bir alt qolu olan, bir disiplini olan bioarxeologiya, bəzi ölkələrdə paleoantropologiya kimi də qeyd olunur. Bir qolu arxeologiyadan sırf əlaqəlidir. Bu da bilirsiniz, bir dəfə mən səhv eləmirəmsə sizin də qatıldığınız bir seminarda, konferansda ümumi antropologiya haqqında geniş danışmışdım. Ona görə də çox vaxtınızı almayacağım. Artıq 2018-ci ildən Arxeologiya və Etnografiya İnstitutu çərçivəsində o dövr üçün, sonra institutun adı dəyişdi. Arxeologiya və Antropologiya İnstitutu oldu. Bunun özü antropologiya elmi üçün bir uğurdur. Daha sonra bir şöbə mərkəz yaradıldı, şöbə içərisində laboratoriya yaradıldı. Düzdür, kadrlarımız kifayət qədər deyil, kadr problemləri yaşayırıq, amma yenə də biz də bir antropoloq kimi arxeoloji tədqiqatların nəticələrinə töhfələr verməyə çalışırıq. Eşidilirəm də. Alo. Bəli, səsiniz gəlir səsiniz. Buyurun. Eşidilir. Bəli. Bizdə belədir ki, şəxsən mən özüm, bizdə belədir ki, düzdür, kadr çatışmamazlığı var. Biz konkret olaraq bir abidədə olmuruq. Yəni, ixtisasımız belədir ki, harada insan qalığı varsa da, harada arxeoloji material varsa da orada oluruq. Məsələn, buradan əvvəl mən Naxçıvandaydım. Bəhlul İbrahimlinin bilirsiniz, orada qazıntılar aparır, orada çox belə unikal sərdabələr aşkar olunub, unikal deməli, dəfn ənənəsi. Bütün dövrlər üzrə, bütün abidələrdə biz davamlı olaraq iştirak edirik. Bir müddət buradan sonra da azlıqda deməli iştirak edəcəm.
Eyni zamanda da bilirsiniz ki, bizdə məhkəmə arxeologiyası şöbəsi var və fiziki antropologiya laboratoriyası olaraq birgə Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının deməli işçi qrupu olaraq artıq 2021-ci ildən itkin şəhidlərimizin axtarışı ilə məşğuluq. Deyə bilərəm ki, tam mərkəzindəyik bu işin. 800-dən çox artıq itkin şəxslərə indi tam bilinmir aid olunduğu ehtimal olunan insan qalığı və hardasa 300-ə yaxın da deməli itkin şəxs identifikasiya olunub, dəqiq eyniləşdirilib və ailəsinə təhvil verilib. Yəqin ki, televiziyadan da, sosial şəbəkələrdə də siz bunu görürsünüz. Bu mənada 2021-ci ildə demək olar ki, bir şöbə eyni zamanda da laboratoriya olaraq daima Qarabağ ərazisindəyik. Nəzərə alsaq ki, Qarabağda tikinti quruculuq işləri gedir və yeni nekropollar, yeni abidələr, qalıqlar üzrə çıxır və eyni zamanda da biz xilas etmə qazıntıları aparırıq. Və kifayət qədər, deyərdim ki, sayı hesabı yoxdur, bu Qarabağ işğaldan azad olunandan sonra kifayət qədər xilas etmə qazıntılarımız olub. Həm Kəlbəcər ərazisində, Ağdamın özündə, eyni zamanda Ağdamda Pərviz müəllim də qeyd elədi, biz birgə işləmişik. Xan ailəsinə mənsub İmarət bilirsiniz qəbirstanlığı var və eyni zamanda orada türbələr var idi. O türbədə biz institut olaraq böyük işlər gördük. Orada dəfn olunanların yenidən identifikasiyası, onların sayı, hansı ki tamamilə fərqli məlumatlar var idi. Oradakı türbələrdə dəfn olunan insanlar haqqında yəni qeyri-dəqiq məlumatlar var idi. Bununla bağlı da biz işlər gördük. Belə, sizi çox yormaq istəmirəm. Xüsusi bir sualınız varsa da cavablandıra bilərəm. Pəris müəllim, zəhmət olmasa Muncuq-Təpədə aparılan tədqiqatlarda hansı maddi mədəniyyət nümunələri aşkar olunmuşdur, zəhmət olmasa? Qısaca da olsa məlumat verərdiniz. Pərviz müəllim, mənə sual verirsiniz. Tamam, bəli, buyurun. Bəli. Muncuq-Təpə Son Tunc, klassik Son Tunc erkən dəmir dövrü nekropoludur. Bəli. Amma lokal xüsusiyyətləri var. Yəni biraz qabları seçilir. Səhv eləmirəmsə, indi burada seminarda da iştirak edən hörmətli Şamil müəllim də ilk Muncuq-Təpədə aparılan qazıntılarda iştirak edib. Burada lokal xüsusiyyətlər var. Mən arxeoloq olmadığım üçün onu deyə bilmərəm hansı xüsusiyyətlər, amma fərqlidir. Amma osteoloji materiallar, yəni insan qalıqları da aspektində də çox önəmlidir. Çünki düzdür, bəzi qəbirlər dağıdılıb, amma yaxşı mühafizə olunmuş qəbirlər də var. Və bilirsiniz ki, artıq biz dünya standartlarına uyğunlaşmağa çalışırıq. Sadəcə belə vizual tədqiqatlar deyil, genetik, izotop tədqiqatlar. Elə Muncuq-Təpənin özündən də biz material vermişik. Almaniya maksimum haqqında nəticələri. Yəni, ayaqlaşmağa çalışırıq dünya ilə. Aydındır. Deməli, belə başa düşdüm ki, Muncuq-Təpə Azərbaycan, qədim Azərbaycan tarixinin, mədəniyyətinin, xüsusilə də erkən Tunc dövrü və son dəmir dövrünün, yəni tarixi mədəniyyətinin araşdırmasında böyük bir arxeoloji, yəni mədəniyyətə malik abidədir. Yəni belə hesab elədim. Ocağı Gədəbəy mədəniyyətinin bir parçasıdır, amma lokal xüsusiyyətləri var. Çox böyük bir nekropoldur. Biz onun heç onda birini açmamışıq. Heç olmasa bir müəyyən qədər istəyirik. İndi bu il burada göl yerindən sonra tədqiqatlar orada davam edəcək. Müəyyən miqdarda statistik analiz aparmaq üçün daha çox qəbir açmağa ehtiyacı var. Orada bilirsiniz, sadəcə biz ilgi xüsusiyyətlər deyil, oradakı xəstəliklər, statistika, demografiya, bunun üçün bir balaca saya ehtiyacımız var. Ona görə də ola bilsin ki, 1, 2, 3 ildə orada biz mövsümi tədqiqatlar aparaq. Aydındır, Salman, çox sağ olun, təşəkkür edirəm, vaxt ayırdınız. Buyurun. Tədqiqatlar zamanı ərazi ilə danışdığınızda görə çox sağ olun, vaxt ayırdınız. Təşəkkür edirəm. Və istərdim sözü indi isə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji İrsin Tarixi və Nəzəriyyəsi şöbəsindən Bəşirov Rəşid müəllimə təqdim edərdim. Rəşid müəllim, burada sizə zəhmət olmasa sizi dinləyirik. Zəhmət olmasa mikrofonu Rəşid müəllim. Səsiniz gəlmir zəhmət olmasa. Mikrofonunuz səsiniz gəlmir. Mikrofonu açardınız zəhmət olmasa.
Rəşmən, mikrofon üzərinə toxunun, zəhmət olmasa səs gəlsin. Rəşməm, səsiniz gəlmir. Zəhmət olmasa mikrofon üzərinə toxunun. Rəşmən, biz sizi eşitmirik. Mikrofon üzərinə toxunun, zəhmət olmasa. Mikrofon üzərinə toxunun, Rəşmənim. Səs gələcək. Buyurun Rəşməm, eşidirik sizi. Səsim gəldi, Aynur xanım. Bəli, gəldi. Buyurun. Mən də həmkarlarımın hamısını salamlayıram yenidən. Salamlayırıq Rəşməm sizi. Xoş gördük. Bizlə bir yerdə xoş gördük. Buyurun. Aynur xanım, mən gördüyümüz işlər haqqında mən də qısa bir məlumat vereyim. Bəli. Orta Asiya Şəmkir şəhərinin arxeoloji tədqiqi haqqında. Daha maraqlı olar, bəli, Şəmkir şəhərin tarixi haqqında. Orta Asiya Şəmkir şəhəri Azərbaycanın kiçik şəhərlərindən biri olubdur orta əsrlərdə. Ərəb işğalları dövründə onlarla bir yerdə gələn, sonraki dövrlərdə Şəmkir haqqında yazan yazarlar, coğrafiyaşünaslar həmçinin qeyd edirlər ki, Şəmkir şəhəri Azərbaycanın kiçik və gözəl şəhərlərindən biridir. Şəmkir şəhəri həmişə Gəncənin peyki olub, belə deyək. Gəncə şəhərinin inkişaf etmiş böyük bir şəhərin yanındaydı və qərb tərəfdən həmişə gələn təhlükəni ya bir hadisələr olanda Şəmkir birinci dəfə həmişə öz üzərində götürürdü. Müxtəlif vəziyyətlərdə. Şəmkir şəhərinin əsas inkişaf dövrü 9-cu əsrdən 13-cü əsrin əvvəllərinə qədərdir. 13-cü əsrin 30-cu illərində Monqol yürüşləri zamanı şəhər təslim olmadığına görə dağıdılmışdı. Və bundan sonra da şəhər elə xarabalar halında qalmışdı. Belə deyim, şəhərin xarabalıqları Azərbaycan şəhərləri içində bəlkə yeganə şəhərdir ki, qədim şəhərlər içərisində. Bütün divarların hamısı salamatdır. Yəni, təpələr halında qalıblar, ancaq divarların hamısı salamatdır. Narın qalası yerindədir. Əvvəllərdən deyim ki, Şəmkir şəhərində qazıntı aparılmayıbdır. Yalnız 2006-cı ildə Azərbaycanda müstəqillik dövründən sonra başlanan arxeoloji qazıntılara, arxeoloji elminə müsbət fikir daha da artandan sonra artıq Şəmkirdə də qazıntılar başlandı, işlər başlandı. 2006-cı ildə tarix müəllim tanıyırsınız, Tarix Dostoyev. İlk dəfə tarix müəllim Şəhəristanda cəmi 16 kvadrat metr sahədə qazıntı apardı, şəhərin şimal-şərq tərəfində. Bəli, Şəmkir şəhərinin doğduğuna tədqiqində Rəşməm, sizin və Tarix Dostiyevin əhəmiyyəti əvəz olunmazdır həqiqətən də. Bəli. Tarix müəllim 1984-cü ildə Aynur bir yerdəyik, Bakı Ceyhanda işləyəndə. Yəni, o vaxtdan bir-birini tanımışıq. Yarım əsrdir ki, bir yerdəyik və son dərəcədə bir-birimizə qarşı hörmətimiz, belə qayğımız ölçə gəlmə dərəcədə güclü və gözəl ailəmizdir. Və bundan sonra diqqəti cəlb elədi, deməli, memarlıq nümunələri, sonra çox sayda müxtəlif sənətkarlıq nümunələri və belə bir qərara gəlindi ki, geniş aparılsın işlərimiz. Və bu vaxtı 2007-nin əvvəllərində regionların inkişafı ictimai birliyi yaradıldı. Mədəniyyət və İncəsənət Nazirliyi ilə bir yerdə və Milli Elmlər Akademiyasının Arxeologiya və Etnografiya İnstitutunun birgə layihəsi əsasında işə başladıq. İşimiz əvvələn
dəqiq deyib yadımda 2007-ci ilin mayın 19-da başladı və bu günə qədər davam edir. Yalnız 2019-cu ildə koronavirusa görə bir il işləməmişik. Vəssalam. Şəhər qazıntıları 9 qazıntı sahəsində gedibdir. Birinci qazıntı sahəsi şəhərin dediyim kimi Tarix müəllim o işləmişdi. Sonra isə ikinci, üçüncü, dördüncü qazıntı sahələrində işlərimiz aparıldı. Ən çox işi üçüncü qazıntı sahəsində görmüşük. Yəni şəhərin şimal-şərq tərəfində Şəmkir şəhəri çay hövzəsində divarların açmışıq. Təqribən 300 metrdən çox şəhər divarları açılıbdır. Orta hündürlüyü təqribən 3 metrdən 7 metrə qədər davam edir. Burada şəhərin əsas memarlığı diqqəti cəlb elədi. Yuxarı tərəfdə təqribən bəzi yerlərdə divarın qalınlığı hətta 4 metrə çatır. Buna Gəncə memarlığı da deyirlər. Özünün möhtəşəmliyi ilə bildirir özünü. Deməli, əsasən pişmiş kərpişdən, çay daşından, bir də zəif daşı deyilən ağ daşdan kombinasiyasından istifadə etməklə çox gözəl quruluş verilibdir divarlara. Və çay boyunca gedir. Bəzi yerlərdə artıq cənuba tərəfdə dönmüşük. Sonra üçüncü qazıntı sahəmiz əsasən Narınqala hissəsində gedir şəhərin. Bildiyiniz kimi orta əsr şəhərləri həm Narınqala, Şəhəristan, bir də Rabat hissəyə bölünürdü. Şəhərin Narınqalası təqribən 1 hektardan bir qədər çoxdur. Orada işin əsas hissəsini görmüşük. Təqribən 60-65% artıq qazıntıya cəlb olunubdur və bəzi çox yerdə işi qurtarmışıq. Bunun gözəlliyi oradadır ki, artıq 10-cu əsrdə fəaliyyətini dayandırmış monumental bina deyirik. Çiy kərpişdən 1 metrdən təqribən çox hündürlükdə daş divarlardır. Sonra isə çiy kərpişdən örülmüş saraydır. Təqribən 6 otaq açmışıq. Bir ya 2 otaqda 19-cu əsrin əvvəllərində Ruslar işğalından sonra o şəhər evlərin üstündə, otaqların üstündə Ruslar özlərinin yeməkxanasını tikiblər. O, yəqin ki, gələcəkdə onları açmalı olacaq. Qazıntılar sahəsində bəzən Narınqalada 10 metrə qədər yerin daxilinə girmişik. Yəni, çox bir neçə qatlı, hətta 2 ya 3 yerdə bir-birini əvəz edən təbəqələr var. Müxtəlif əsrlərdə tikilmiş tikinti qalıqları var. Müxtəlif otaqlar var. Əlcəxana artıq aşkar olunubdur. Sonra həbsxana dediyimiz bina aşkar olunubdur. Bu binanın da yanında şimal tərəfdən pilləkənlər yenir. Təqribən 11-12 metr dərinliyə və orada buzxana dediyimiz yer aşkar olunubdur. Yəni, o vaxtları şəhər hakimiyyətinin olduğu binada yeməklərin, ya qidanın, suyun sərin saxlanması üçün bir yerdir. Yuxarıdan dağlardan çəkilən çox sayda deməli, tünclər vasitəsilə dağlardan gətirilən sular, tünclər açılıbdır. Sular ondan gəlirdi. Kəhriz, gözəl bir kəhriz tikilibdir. Onun yeri məlumdur. Başqa qazıntı sahələri, şəhərin əvvəldən deyim ki, 6-cı qazıntı sahəsi dediyimiz sahəsində görünür ki, bizdən əvvəlki nəsillər qədim dövrdə şəhərin yerini çox coğrafi cəhətdən çox yaxşı tapıblar və təşkil ediblər. Ona ki, Bakı-Qazax-Tiflis magistral yolundan təqribən 3 kilometr aşağıda Xudafərin körpüləri ilə üzbəüz şəhər tikilibdir, yəni Böyük İpək yolu üzərində yerləşir. Onda deyim ki, bu elə belə söz deyil. Zəyimçay üzərində, yəni Tovuzla Şəmkirin arasında Zəyimçay üzərində də həmən istiqamətdə, həmən parametrdə yenə də həmən körpü qalıqları qalıbdır.
Kür çayı hövzəsində olan və Şəmki çayı ilə Zəyim çayının arasında olan bu ərazidə qeyd edeyim ki, çox sayda arxeoloji qazıntılar var. Eneolit dövründən orta əsrlərə qədər abidələr aşırılıb da alimlərimiz tərəfindən. Elə 6-cı qazıntılar sayəsində bir də onu göstərdi ki, Aynur xanım, torpaq qəbir tapıldı və məlum oldu ki, torpaq qəbir eramızdan əvvəl 12-ci, 11-ci yüzillikləri ifadə edir. Yəni son Tunc İlk Dəmir dövrünü əhatə edir. Bu da göstərir ki, şəhər elə belə tikilməyibdir. Şəhər tədricən yaşayış yeri üzərindən inkişaf edərək möhtəşəm şəhərə çevrilmişdir. Bilmirəm, yenə əlavə məlumat verməyə ehtiyac var, yoxdur? Əlavə istəyərdim ki, mən deməli, Keçili kəndi, bir də Qaracəmidə arxeoloji qazıntıları haqqında qısa da olsa zəhmət olmasa, bir də qədim Şəmkir yeri deyirlər, yəni qədim qala adlanan hissəsi. Qısaca olsa bir məlumat. Qədim qala elə biz qazdığımız yerdir. Hə, siz Və qazdınız. əvvəllər biz 2007-ci ildə bura gələndə kəndin adı Muxtariyə idi. Hətta Bəli. yerli cəmaatına kommunist də deyirdilər. Bizim gördüyümüz işlərin nəticəsində bu açıldı. Və bundan sonra hərdən yerli cəmaatla zarafat eləyirəm. Daha 20 ildə oradayıq. Belə yerli kimi bir olmuşuq. Hərdən deyirəm ki, siz bəyənin o kəndin adını. Yəni Köhnə Qala kəndini. Ya da ki, Söyün. İkisi də bizim işimizin nəticəsidir. Yəni qəbul eləsələr də, eləməsələr də. Qədim Qala bizim yaşayış yeri, şəhərin olan kənddir. Və şəhərin rabat yeri, yəni sənətkarlar olan yeri elə həm də bir hissəsi, böyük bir hissəsi kəndin ərazisinə düşür. Əvvəldən deyim, şəhərin ümumi, Şəhristanın ümumi ölçüsü 28 kvadrat metrdir. 28 hektardır. Bu illərdə qazdığımız qazıntı sahəsi təqribən 3000 kvadrat metrdən bir qədər çoxdur. Yəni bizə yaradılan o şəraitdən, regional inkişafı İctimai Birliyinin və institutun şəraitdən biz belə deyim də uğurlu istifadə elədik. Tarix mənimlə bir yerdə işi dayanmadı, dayandırmadan, heç bir nəzarət olmadan boyda işi görmüşük və bilirsiniz, yəqin ki, çox sayda kitablar, məqalələr çap olunur. Və şəhər mədəniyyətini öyrənmək üçün böyük işlər görüldü. Deməli ki, xüsusən Şəmkirin memarlığı, sənətkarlığı, müxtəlif metal işləri, saxsı işləri, bu işlərin hamısı haqqında xeyli qiymətli materiallar toplanıbdır. Deyim ki, minlərlə artıq biz qeydə almışıq. Qeydiyyata aldığımızı sayı bir neçə mindir. 4 mindən çoxdur bəlkə də. Və təbii ki, çox sayda qalanların hamısını saxlamışıq, gələcək nəsillər üçün istifadə eləsinlər. Həm də ki, bunu son deyim, arxeoloji turizm deyirlər. Gələcəkdə yəqin ki, bu dövlət buna nəzarət eləsə, birinci binanın üstü örtülməlidir, dediyim o monumental binanı. Çiğ kərpişdəndir, Aynur xanım. Artıq fikir veririk ki, 2007-dən bu yana 8-də başlamışıq oranı əməli başda açmağa, bir neçə il qurtardıq. Gözlə görünür ki, yeyilir. Yəni, təbii proseslər nəticəsində yağış yağır, qar yağır, külək olur. Hiss olunur ki, yeyilir və bunun üstü mütləq dəfələrlə də demişik ki, örtülməlidir. Örtülməsə bir neçə ildən sonra o çox pis vəziyyətə düşəcəkdir və çəkdiyimiz əziyyətə bəzən heyfimiz gələcək, bəlkə qazmayaydı. Belə. Rəşmə, ümumiyyətlə Azərbaycan arxeologiyasının gələcək inkişafında qarşıda duran perspektivlər deyəndə nələri nəzərdə tutursunuz məsəl üçün? Zəhmət olmasa. Yəni hansı töhfələr verərdiniz, hansı perspektivlər nəzərdə tutulur? Bilirsiniz, dediyim kimi, şəhər biz işi görürük, müxtəlif sahələrdə də, ən qədim dövrdən arxeologlarımız və yaxud da əksəriyyətdə danışırlar. Bunların hamısı qorunmalıdır. Qazılırsa həm öyrənilməlidir, həm müasir üsulda deyək ki, yeni texnologiya ilə, Avropa ilə, dünya ilə birləşirik və yeni texnologiyını istifadə etmək lazımdır, öyrənmək lazımdır. Abidələr qorunmalıdır. Bəli, arxeoloji irsin qorunması. Qorunmasalar, hə. İndi mən bilirəm ki, İsraildə, başqa ölkələrdə arxeoloji
turizmdən xeyli qazanırlar da, pul da qazanırlar. Həm mədəniyyətimizi yayırıq, tariximizi, qədim tariximizi Bəli, göstəririk. beynəlxalq səviyyədə. Ən perspektivlər bundan ibarətdir. Məncə alınsa, nəzarət olunsa çox yaxşı olar. Bu qədər. Eyni zamanda işğaldan azad olmuş ərazilərdə aparılan tədqiqatların davam etdirilməsi də böyük səmin yaradar. Sözsüz. Mən indi qulaq astım. Arxeologlarımız deyirlər ki, orada işlər. Mən də 23-cü ildə tarix mənlə bir yerdə bir illiyə direktorumuz dedi ki, dövlət sifarişidir, orada iştirak eləmək lazımdır. Şərifanda biz də 23-cü ildə biz də işlədik. Elə bir bizim də orada bir aşağı bir tuz tökmüşük, bir balaca. Əməyiniz əvəzsizdir. Əlbəttə, sizin arxeologlarının hər biriniz tədqiqatlar nəticəsində əldə etdiyiniz maddi mədəniyyət nümunələri və elmi təhlilləri doğrudan da bu arxeologiya elminə böyük bir bəhrədir. Təhlil elmidir həqiqətən də və biz də sizlərdən bəhrələnirik, belə deyim. Bizə arxeologlara şərait yaradılmalıdır. Onların qorunması var. Materialları bəzən inansız qoymaq yer tapmaq olmur. Gətirir ki, orada da yer yoxdur. Yerdə nəticə tikilməlidir. Qəbələnin alqışlayıram ki, Qəbələdə gözəl yer yaradıblar şərait. Orada materialların çoxsunun qalması da imkan verir. Bizdə də yaratmaq istəyirdilər. 15-ci ildə sonra böhran oldu, nəsə dayandı o vaxtdan. Mütləq da bizdə də olmalıdır o bazamız. Qəbələdə olan baza əksəriyyətində olmalıdır, məncə. Oldu, Həşməm, çox sağ olun dəyərli məlumatınıza görə. Təşəkkür edirəm mənim dəvətinizə görə. İnşallah görüşərik. İnşallah, təşəkkür edirəm. Və həqiqətən də Azərbaycanda aparılan arxeoloji tədqiqat işləri nəticəsində ölkəmizin qədim sivilizasiyalar məkanının yəni biri olduğunu bir daha elmi faktlarla özünü təsdiq etdi. Və bugün də doğrudan da Azərbaycan arxeologiyası Cənab Prezidentin İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində işğaldan azad olunmuş ərazilərdə aparılan arxeoloji tədqiqat işləri nəticəsində mədəni ilkin və arxeoloji tədqiqat işlərinin aparılmasının qorunması ölkəmizin qədim tarixinin daha dərindən öyrənilməsinə geniş bir vüsət yaradır. Və mən öz adımdan hörmətli qonaqlarımıza, məlumatçilərə və eyni zamanda qoruq işçilərin hər birinə öz adımdan təşəkkür edirəm. Və həmçinin öz direktorumuz adından və öz adından da Arxeologiya və Antropologiya İnstitutu direktoru hörmətli Fərhad müəllimə çox təşəkkür edirəm ki, yəni sizlərin hər biri bizə bir dəstək oldu, elmi təhlillər aparıldı, yeni nələrsə öyrəndik. Çox sağ olun, hər birinizə ayrı-ayrı təşəkkür edirəm. Sağ olun. Buyurun.